ağır görünür, çünki elə gələn tur Borçalının rəqibi Aznurdur. Nötrmə oldur! Gol! Emil Məmmədov başla topu qapıdan keçirir, amma bu ötürmə Noldar Məmmədovun ötürməsi ideal alınır. Çox gözəl ötürmə ilə komanda yoldaşını zərbə mövqeyinə çıxarır Noldar Məmmədov və Emil Məmmədov topu qapıdan keçirir maçın 14-cü dəqiqəsində. Top meydandan çıxdı. İlkin, Ceyhun Yusifli, geriye ötürmə İlkin, Hacıxanov, sol cinaha Xətai Ramazanlı, Xətai topladı Ramazanlı, keçməyə çalışdı, alınmadı.